Windows əmələ sistemi istifadə edirsinizsə, işinizi rahatlaşdıracaq bir neçə qısa yol düyməsi haqqında danışmaq istəyirəm. Ekranda və yaxud hər hansı bir diskdə yeni bir qovluq yaratmaq üçün adətən biz mouse'un sağ düyməsini vurub açılan kontekst menüdən New əmrini seçib folder əmrini seçirdik. Və beləliklə bu əmrini neçə dəfə təkrarladıqda yeni qovluqlar yaranacaq. Buna ehtiyac yoxdur. Klaviaturla Ctrl-Shift və N düymələrini vurmaqla baxın yeni qovluqlar açılır. Hər dəfə bu düymələrin kombinasiyasını istifadə etməklə yeni qovluqlar yaratmaq olar. Yaradılan qovluqları yenidən adlandırmaq üçün həmin qovluğun üzərində mouse'un sol işarəsini 2 dəfə fasilə ilə vurmaqla və yaxud da ki, sağ düyməni vurub Renome əmrini seçdikdən sonra biz qovluğa yeni ad verə bilirdik. Buna da gərək yox. Qovluğu seçib klaviaturda olan funksional düymələrdən F2 düyməsini vursaq, yenidən biz onu adlandıra bilirik. İnternetdə işləyərkən bir neçə səhifəni açmışıq və səhvən həmin səhifələrdən birini bağlayırıq və yadımızdan çıxır ki, hansı səhifə idi o. Bunun üçün də Ctrl, Shift və T düymələrini vurmaq lazımdır. Hər dəfə bu kombinasiyadan istifadə etdikcə bağlanan səhifələr ardıcıl olaraq açılacaq. Kompüterdə proqramlarda işləyərkən, oyun oynayarkən kompüter mavi ekran verir və yaxud donursa, donma halları varsa əgər, bu halda Ctrl, Shift, Window və B düymələrini vurmaq lazımdır. Ekran bir neçə saniyə müddətində qaralacaq və açılacaq və bundan sonra kompüter normal işləyəcək.